yaxşı olar ki, Azərbaycan parlamenti də çox yaxın bir zamanda buraxılsın. Çünki parlamentimizdə son seçkilərdə kütləvi saxtakarlıq baş vermişdi və parlamentə Rusiyanın 5-ci kolonu öz adamlarını yerləşdirmişdi. Yəni bu heç kəsə sir deyil. Mikhail Zabelin adlı bir deputat var. Bu deputat istər seçki vaxtı, istərsə də seçkidən sonra bir dəfə belə seçicilərlə görüşməyib. Yəni bir dəfə belə biz onun seçicilərlə görüşməyini görməmişik. Bəs çox maraqlıdır. Bir dəfə seçici ilə görüşməyən, seçicinin ayağına gəlməyən bir şəxs necə ola bilər? Artıq 10 illərlədir. Artıq neçənci ildir ki, parlamentdə deputat seçilir. Demək ki, onun özünün də, onu parlamentə təyin eləyənin də Rusiya ilə ciddi bağlantıları var və bu da araşdırılmalıdır və parlamentimiz ümumiyyətlə yenidən formalaşmalıdır. Nəinki parlamentimiz, eyni zamanda digər dövlət qurumlarımızda da hələ də kifayət qədər təmizlənməmiş Rusiyanın maraqlarına xidmət edən adamlar var. Ümid edirik onlara qarşı da ciddi tədbirlər görürlər və Azərbaycan bir dəfəlik bu Rusiya bəlasından qurtulmuş olar.